Xalli, ay Xalli, məni bağışla dostum. Dünən məni təpiklə vuranda yadına heç dostluq düşmürdü. Ged yat, sabah usta Bozdağa gedəcək. Biz də onunla olmalıyıq. Yaxşı dostum, yaxşı. Barışdıq. Demək barışdıq. Ey gülüm, ey gülüm, ey bülbülüm. Ben ki derviş olmuşam, şahu cahandan farigem. Ben de sultan eşkem, invandan farigem. Ağa derviş, buyur içeri. Selam aleyküm. Aleykümselam. Buyurun ağa derviş. Buyurun əyləşin. Tanıyırsan mı? Elşənin çoxu. Bu Elşən düzəldi, həkimə göndərmişdi. Həkim də ona bir mətanət gülü göndərmişdi. Mən bunları bilirəm. Və sən necə? Bilirsənmi bu saat həkim hardadır? Deyirlər ki, Bozqaya əjdaha olub, həkimi udub. Deyirlər. Bəs sən ki onun dostu idin. Sabah tezdən ora gedəcəyəm. O Bozqaya doğrudan da əjdahadırsa, mən onun külünü göyə soracağam. Yox, əgər yalandırsa, onda həkimin əsli düşmənini tapacağam. Səncə kimdir onun əsli düşməni? Mən o göz Kosadan şübhələnirəm. O çox murdar adamdır. Afərin usta. Kosa doğrudan da murdar adamdır. O həkimin təzə tapdığı dərmanı əlindən almaq, özünü də zindana salmaq istəyir. Yoxsa... Yox əzizim, həkim qaçıb gizlənib. Ancaq sən bu gecə onun köməyinə çatmalısan, gedək. Amma sən tək heç bir şey edə bilməyəcəksən. Biz gərək Elşəni də, mətanəti də tapaq. Mənə heç kəsin köməyi lazım deyil. Bura bax. De görüm sən həkimi harda görmüsən? Həkim haqlıymış. O mənə dedi ki, əgər usta sənə inanmasa, bu çubuğu doldur ver çəksin. O mənim tütünümü tanıyır. Həkimin kisəsi. Gözəl tütündür, adamı laf məst eləyir. Doğrudan da bu tütün adamı məst edir. Sən mənə nə verdin? Su verdin, su, mənim əzizim. Sənin axtardığın su. Necə? Göz Kosa. Bəli, göz Kosa. Sən deyirsən ki, mən çox murdar adamım. Götürün. Mənə lazım olar.
Mən səndən çox razıyam Kosa. Bugündən kəndlərə söz yayarsan ki, usta əjdahanı öldürmək istəyib, əjdaha da qəzəblənib onu daşa döndərib. Bu çox çətin işdir hökmdar. Çətin olmaz Kosa. Bəli. Çətin olmaz. İndi qaldı mətanət, sonra da Elşən. De görün bu işin axırı necə olacaq? Əgər sən o axşam məni qızla yatırmasaydın, ustamızın başına da bu iş gəlməzdi. Doğru deyirsən Xalmi. Günah məndədir. Yox yavrum, bu işdə hər ikimiz günahkarıq. Gərək əl-ələ verib ustamızı qurtaraq. Gedək. Durmasın ahır gelsin, gelmesen derdime normal gelen. Görünür deyilənlər doğruymuş. Dayan git, hardan gelip haraya gedirsən? Sən kimsən? Həkim Eldosunu əjdaha udub, ustanı daşa döndərib. İndi səni axtarır. Vaxt var ikən qaç canını qurtar. Sən məni qorxaq mı bilirsən? Heyif ki qadınsan yoxsa... Əl saxla igid, qollarındakı qüvvət sənə lazım olacaq. De görüm sən kimsən? Yaxşı, kim olduğumu deyərəm. Lakin and iç. Söz ver ki, kim olduğumu biləndən sonra sirrimi açmayacaqsan. Həkimi və ustanı xilas etməyincə gecələr yatmayıb, gündüzlər dincəlməyəcəksin. And içirəm. Söz verirəm ki, dərimi bu soğan kimi soysalar da, bədənimi bu kağız kimi tikə-tikə doğrasalar da, yaxud bu alma kimi deşsələr də, sənin sirrini açmayacağam. Həkim babanın ustanı xilas etməyincə, gecələr yatmayacaq, gündüzlər dincəlməyəcəyəm. Mətanət! Bəs deyirdilər sənə əjdaha udub. Yox Elşən, həkim baba itən gündən mən gizlənirəm. Səni və Kamran babanı axtarıram, qulaq as. Həkim baba bir yerə gedəndə yazıb, bu kutuya qoyardı. Görünür bu səfər fürsət tapa bilməyib. Ancaq başına gələnləri bildirmək üçün, bax, bu kutuya bir nar, bir kıfıl, bir parçasin, bir də qanlı daş qoyub. Elşən, yəqin onlar vuruşublar, onu güclə aparıblar. Qanlı daş. Nar. Qıfıl. Mən heç nə başa düşmürəm. Mən də başa düşmürəm, amma biz gərək. Mənim tapmaca tapmağa nə vaxtım, nə də həvəsim var. Deyirlər ki, həkim babanı və ustanı xilas etmək üçün o boz qayanı yarmaq lazımdır. Mən bu saat ora gedəcəyəm. Sən boz qayaya getməyəcəksən. Yox, gedəcəyəm. Mən sənə deyirəm ki, getməyəcəksən. Mən də sənə deyirəm ki, bu saat gedəcəyəm. Sən söz verdin, and içdin. İgid öz andından dönməz. Mətanət, axı. Sən öz gücünə həddindən artıq güvənirsən Elşən. Halbuki sənin ustan səndən gücsüz değildi.
Mən bütün ümidimi sənə bağlamışam Elşən. Amma sən... Elşən, Metanət. biz tez Kamran babanı tapmalıyıq. Bu sirri bircə o aça bilər. Mən bu saat onu taparam. Bu qutunu da özünlə apar. Yaxşı. Mən səni burada gözləyəcəm. Özündən müğayət ol, Elşən. Arxayın ol. Sağ ol Metanət. Sağ ol. Dayan, gedə bilmirəm. Ayaqlarım yanır. Eşidirsən, yanır, istidir. Ayaqlarım yanır. Çox gedəcəyik, hə? Tez ol, dur gedək. Az qalır. Odur bax, çatmışıq. Bax, çatdıq. Hə, çatdıq. İndi biz burada hacı necə gözləyəcəyik? Elşən gələnəcən, gələr, sözümü deyərəm, gedərik. Uzan biraz yat. Yox, mən yatmağa qorxuram. Gözümü yuman kimi o gəlir mənim yuxuma girir. Kim? Göz kösü. Uşaqlar ustanın həyətinə Elşəni gözləyirlər. Alma. İğne sancıblar. Hadi. Hadi. Nə məliyirsən? Metanət bacı. Metanət bacı. Həkimi tutdular, əllərini ayaqlarına zəncir vurdular. Bizim dərhələ yoxsa. Bilirsən ki, babanı ne üçün tutublar? Niyə? Yadındadır, mən o gün ağaca çıxmışdım. Ona baxıram, rəng atıram. Hadi, gəl falastıram. Görək həkim baba indi hardadır, hə? Gizlən Mətanət bacı, qoy səni görməsin.